Salam, axşamınız xeyir olsun. Hörmətli kanal izləyiciləri, əziz dostlar, hər birinizi xoş gördük. Bugün mən Tərlan sizlərə bolluq arasından salamlayıram. Sizlər üçün gözəl bir 4 otaqlı evin çəkilişinə gəlmişəm. Otaqları genişdir, çıxarışlıdır, torpağın çıxarışı var, evin çıxarışı da tezliklə veriləcək. Dövlət kommunalları, qaz, işıq, dövlət kürünsü xətti hamısı var. Buradan başlayaq. Həyətin giriş hissəsi, avtomatik jalüz qapı, ayrıca giriş qapısı, həyətin işıqlandırılması var. Sadəcə qoşulmub, yəni hal-hazırda yanmır. Şirin su xəttində əlavə olaraq əl quyusu da var. Ondan da istifadə edə bilərsiniz. Bu hissəyə qəşəng güllər düzmək olar. Qəşəng dipçəkdə gülləri qoymaq olar bu hissədə. Yaşıllıq hissəsi 7 daş kürsülüdür, 4 otaqdır. Qaz xətti həm mətbəxə, həm də kombiyə qədər çəkilib, tam hazır. Qayda qanunla. Evin yan hissəsi, kombi yerləşəcək burada. Quşların səsini yəqin ki, eşidirsiniz. Yerləşmə ərazisini deyim, binə bolluqda, Arzu Şadlıq evinə yaxın, yolu asfaltdır. Yoldan, bolluq yolundan 200 metr içəri yerləşir. Çox gözəl bir məkanda yerləşir. Ətraf tam yaşayışdır. Burası çıxan yerlərdən deyil, hündür yerdir. Fundamenti betondan verilib, yəni şəkilləri, videoları var. Alan adama təqdim olunacaq. Ev istipol deyil, ancaq sanitar sanitariya istipoldur. Laminatdan ibarətdir. Bax, təmiz dik vurulub. Bir dənə çəkin. Görürsünüz, laminatın altına təmiz dik vurulub. Yəni, belə deyim də, artxod taxtalar vurulub. Tərtəmiz ağ, diklər vurulub. Laminatın elə bir artdığına. Evin ümumi görünüşü. 4 maşınlıq da rahat həyətində yeri var. Keçək evin içərisinə tanış olaq. 110 kvadrat, 4 otaq. Ya Allah, salamünaleyküm. Bizim dəhliz. Dəhlizdən sağ tərəfdə yerləşir mətbəximiz, genişdir. Qaz xətti dediyim kimi çəkilib. Və bizim mətbəx hissəmiz. Və solda qonaq otağı. Lüstür, gizli işıqlar və spot işıqlarla 3 balaşan işıqlardır. Televizion hissəsi yığılıb. Genişdir. Açılan bu balaca pəncərələrdə hamısı açılır. Yəni bunlar da açılandır. Və yataq otaqlarla tanış olaq. Bir kiçik yataq otağı yerləşir bu hissədə. Biraz böyük yataq otağımız. Rahatçılıqla mebel və yataq dəstəyi yerləşdirmək mümkündür. Və 3-cü yataq otağımız burada genişdir. Qəşəng. Və evlərdə ən çox bəyəndiyim proyektdən biri də sanitar sanuzanın ayrı olmasıdır. Burada da o çox gözəl layihə ilə işlənib. Aksesuarları tam qoyulub. Asma tavan, nəfəslik, əlüzyonuna kimi qoyulub. Və trapı da var, istep oldu bura. Həmçinin hamam otağı da. Aksesuarları tam hazır. Start qiyməti evimizin, bu gözəl evimizin, 110 kvadrat olan evimizin start qiyməti 130 mindir. Real müştəri olsa, nəqd və ipotekini əldə eləmək istəsə danışmaq olar. Və ya digər evlər üçün müraciət edə bilərsiniz. Yerləşmə ərazisini dedim. Əlavə sualı olan olsa, əlaqə saxlasın. Sağ olun, sağlıqla qalın.